Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşı barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb. Bununla bağlı Sumqayıt Şəhər Məhkəməsində qərar qəbul olunub. Qərara əsasən Ceyhun Salmanov, Natiq Əliyev və İrşad Məhərrəmov barəsində həbs müddəti 2 ay uzadılıb. Qeyd edək ki, Qurtuluş Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun İrşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla mərkəzin Sumqayıt şəhəri Corad qəsəbəsində yerləşən müəssisəsinə, yaşayış evinə gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi istirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilib ki, toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 qəsdən sağlamlığa az ağır zərər vurma, 133.2.1, 133.2.3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 2 və daha çox şəxsə oğurlanmış şəxsə əzab vermə, 144.3 ağır nəticələrə səbəb olan adam oğurluğu, 145.2.1 və 145.2.4-cü qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 2 və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd olunan qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi məqsədi ilə istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir.